Həvva genində qabırğadan insan yaranıb cümləsi düzgün cümlə deyil asla. Təzəl ver. Bəli, sənin təfsirində var ki, qabırğadan qadın Həvva yaranıb. İnsan geni deyirsən, sən başqa cümlələri düzgün Həvva nədir? Heyvandır, insandır da. Sən cümləni erməni budaq cümləsi elədin. Ne fikir verdin, nə verdin? Cümləni düzgün qur. Mitokondrial Həvvada qabırğadan yaranan qadın var, doktor. Bir dənə bunu cavab verin də. Qabırğa nə deməkdir bilirsiniz? Qardaş, Quranda nə keçir? Ay Aslan, bir dəqiqə. Quranda nə keçir? Ayəni gətir də, ayəni gətir. Quranda necə yazılıb Ay Aslan abi? Ayəni gətir, ayəyə uyğun mən cavab verim. Əxi, xahiş edirəm, doktorla danışın. Yox qardaş, bir dəqiqə səbirli ol da. Sən qoy onun sualına cavab verim. Yox da bu sualına barədə cavab verim. Aslan bəy, əgər siz mənə dinləyəcəksə mən cavab verəcəm. Əks halda mən sizinlə ümumiyyətlə söhbət eləmək fikrində deyiləm. Vüsal doktor, xahiş edirəm sizdən. sual necə idi Aslan? Bir dənə təkərlə, özü toparıb bir dənə təkərlə. Mitokondrial Həvvanın qabırğadan yarandığına dair bir dənə elmi nəzəriyyə verin. Mən başa düşmədim əzizim. Mən başa düşmədim. Sən başa düşmədin, doktor başa düşdü. Yox, bir dənə sizin söhbət getmir axı burada 5-400 Aslan, mitokondrial DNT nədir? Mitokondrial DNT nədir? Bilmirəm nədir. Siz bir dənə deyin. Qardaş, biz Eləsəm bilmək sonra başa düşməyəcəksən istəyirəm. axı. Ay qardaş, istəyirəm doktor. Qardaş, sual verirsən hamı başa düşsün də. Sən mitokondriyalı Həvva nə deməkdir? Bir canlının iddiaya görə bir canlının növləşməsinin qadın və kişidən bölünərək bu dünyaya gəlməsidir. Mən doktordan bir sual, 2 dənə sual verdim. Sən onu bilmirsən axı. Sən imkan da vermirsən ki, mən sənə mitokondrial Ay Vüsal, olar mən cavab verim qısa konkret. Vüsal doktor, mən ağzımı açmamışam, doktor. Sən deyirsən ki, imkan vermirsən. Mən ağzımı açmamışam. Sən əgər bir şeyi bilmirsənsə, mitokondrial DNT nədirsə, onunla səndən nə danışaq? Doktor, xahiş edirəm mənə. Aslan, bir sən nə var? Mən sənə ümumiyyətlə danışmaq istəmirəm. Sənin səsinin tembri, mənim bütün sinir sistemimdə neyroloji... İcazə verin, mən cavab verim də. Vüsal doktor, çox xahiş edirəm. Əsəblərinizə sakit olun. Yox, mən sakitəm. Sadəcə olaraq sənin dinləmə qabiliyyətin yoxdur, bir də manipulyasiya edirsən. Mən ağzımı açmamışam. Ay Əziz doktor, qardaş, sən ağzı açmasan, sən heç ağzını yummusan ki, mitokondrial DNT-ni bilmirsən, sən Həvva geni nə bilirsən? Doktor, mən Həvva geni istəmirəm, qabırğadan. Və nə istəyirsən? Bəli, qabırğada olan DNT-dən qabırğada olan. Ay qardaş, qabırğadan yox. Qardaş, sualımı verim, alsan cavab ver, mikrofonu bağlayıram da. Ay Aslan, bir dəqiqə qoy, mən bir dənə moderator kimi mən bir dənə müdaxilə edeyim. Hər ikimizdən üzr istəyirəm. Bax Ay Aslan, sual verirsənsə əzizim, elə sual verilən ki, biz savadsızlar da başa düşək ki, söhbət nədən gedir? Tamam, var bir sual verin. Və bir cümlədə sualı deyib, doktor başlasın cavab verməyə. Doktor Vüsal. Doktor Lini səsin bağlı. Lazım deyil. Evdə tək olurum. Doktor Lini səsin bağlı bir dəqiqə. Buyur. Doktor Vüsal, xahiş edirəm. Elmi nəzəriyyə olaraq palçıqdan insan yarandığını və onun qabırğasından qadın yarandığına dair bir dənə elmi nəzəriyyə mənə göstərin. Mənim sualım bundan ibarət. Elə elmi nəzəriyyə yoxdur axı. Bir dəqiqə, doktorla danışıram. Bilirəm səni görürəm. Bildim də qardaş, danış doktoruna. Elə elmi nəzəriyyə yoxdur axı. Palçıqdan insanın yaranmasına aid elmi nəzəriyyə yoxdur. Əlimizdə olan elmi nəzəriyyə bax budur qardaş. İnsanın bax bundan yaranmasıdır. Tamam, oldu. Yəni yoxdur da qardaş, heç doktor olmur, 8-ci sinif uşağından sonra sənə deyəcək onu. Doktor Vüsal, siz nə cavab verirsiniz? Mən sizə deyim də, bax, yumurta hüceyrə ilə spermatozoid birləşdiyi zaman bilirik ki, zigot əmələ gəlir. Və hüceyrənin enerji mənbəyi mitokondridir. Spermatozoid malik olduğu mitokondriləri istifadə eləyərək yolda, yəni testislərdən tam uşaqlıq boşluğuna düşənə qədər bu testislərdən istifadə eləyərək bu enerjidən, mitokondrilərdən ora qədər gəlir, yumurta hüceyrəyə qədər. Və onun baş hissəsi yumurta hüceyrənin içərisinə girdiyi zaman onun quyruq hissəsi qoparaq düşür. Hansı ki, mitokondrilər orada yerləşir, ona enerji verən, qamçıya enerji verən. Yumurta deməli spermatozoidin başı palçıqdan insan yaradılışına gəlir. Sən nətər insansan? İzah edirəm də sənə. Qardaş, palçıqdan nə vaxt insan yaranır onu göstər.
Səndən sərf eləmir də buradan ora getmək. Ay Sən qardaş, istəyirsən ki, istəmirəm Aslan, palçıqdan bir insanları dəqiqə, qardaş, Görürəm. belə tamam. Allah Doktor, Allah. doktor, o sual mənə maraqlıdır. Mən bir savada ona görə soruşuram. Deyirsən ki, Aslan, palçıqdan insan nə vaxt yaradılıb? Belədir, düz eşitdim mən. necə yaranıb və nə vaxt yaranıb? Buyursun. Qardaş, ay doktor, icazə ver mən cavab ver. Xahiş edirəm. Yox, ay axı, sən Bir dənə deyək. cümlənə. Ay qardaş, Qoy mən ona bir sən dənə mənlə niyə cavab. söhbət eləmirsən ki? Qardaş, teoloji izah istəmirəm. Elmi izah istəyirəm. Elmi izahı Qardaş, yoxdur. qardaş, elmi Elmi izah. izahı nəticəyə görə var. Nəticəyə baxıb qərar veririk. Doktor, insanın palçıqdan yaranmasının elmi izahı yoxdur da qardaş. Əlbəttə ki, yoxdur. Bugünkü gün biz insan Qardaş, peçatın bu söhbət bağlansın da. söhbəti deyirəm də Elmi görürsən. izahı olmayan bir şeyin, elmi izahın Hə. olmayan bir şey mizahı olar da ancaq. Nəyi? Mizahı, elmi izahı olmayanın mizahı Deyil olar. mizah. Qardaşım, bax mizah bax bu da əzizim, bax inandığımız Ya. mizah. Yaxşı, gözlə bir dəqiqə. Mizah Bir dənə bu da mizah- əzizim. Bax, mizah göstərim sizə onda. Göstər görək. Başla, gözlə. Nağıllar kitabı bax. Deyə Gördün? qardaşım, Mizah o nağılda olan personaj mənim qabağımdadır. Bəli, bu nağılda yazır ki, nədir Ha. onun adı? Palçığı üflüyüb quş elədi Həzrət İsa. Əzizim, Bax, bu sən nağıl. o nağıl oxumusan. Qardaş, Sən o kitab sən oxumusan. O Sən o kitab oxumusan, Allahın amma biz- möcüzəsi nağıl deyil. Sən o kitab oxumusan, amma biz genetik oxumuşuq, tibb oxumuşuq, hüceyrə oxumuşuq, mitoxondri oxumuşuq. Nağıl deyil budur, bax qardaş. Nağıl budur. Öndə O sənin əlində olan kitab, Nağıl deyirəm, palçıqdan insan sənin yaranmasını əlində göstərdin olan mi? kitabdan doktor, oxumusan da özə asla. nağıl deyirsən nə nağıldır aslan? Mənim əl, Yəni bax mənim əlimdə mənim bax, əlimdə olan mən sənə kitablar. deyim də əzizim, əlindəki necə nağıldırsa, Mənim əlimdə olan kitablara bax. Baba, hələ burada çatmır, burada qoymuşam. ay aslan, hamısını. onun 3 qatı Sən mənim oxuya atamın bilərsən, evindədir. Ay aslan. Sənin atanın evində heç bir Bili- kitablar yoxdur. Aslan. Narahat olma. İli bir Aslan, kitablarımızın onun üç şəklini qatı- çəkib ataq sənə. Xahiş edirəm. Doktor bir də icazə verəsiniz. Kitablarımızın şəklini çəkib Sağ ol, ataq doktor, sənə. xahiş edirəm. Doktor bunu İnsanın kəsərəm sənə. palçıqdan Doktor, bir dənə yaranmasına dair bir dənə olsun elmi nəzəriyyə gətir. Ay aslan, o göstərdiyin kitabları Aslan, niyə göstərdin ki? Yox, deyirsən ki, nədir nağıl? Mən deyirəm ki, nağıl mən Yox, evindəki kitabları niyə göstərirsən ki, əzizim? nə var ki, bu oxuduğuma dair o kitablar Yox, göstər. qardaş, mən atamın evində oxuduğum Göstər, kitablar. Göstər. Ay Göstər. aslan. Göstər. Ehtiyac yoxdur qardaş. Göstər, Nə? göstər. Oxumamısan axı, sən hələm deyirsən Qardaş, ki. mən iş yerindəyəm. Mən sənə nə göstərim? Axı, sən hələm deyirsən ki, axı baş Mən iş yerimdəyəm. Mən sənə kitabı göstərim, İnsan, əzizim. axı, qurban olum Mən sənə. 8-ci sinifdə ay aslan. Eşitsən məni qardaş? Axı, Sən başqa kitabları burada göstərməklə kimə nə Axı, sübut sən eləmək özün deyirsən ki, Elə bax, sübut eləyən oğlansan asla. Sən Axı, mənə bax. sübut elə görüm. Mənim bugünkü mövzumu sübut elə. Elə sən sübut hələm oxumusan kitab. palçığı üflüyüb quş olmasını nə tər Palçıq sübut yox. edə bilərsən? Elə o təkamülü bilən oğlansan. Deyirsən mən bilirəm. Təkamülün Sən mənə başında isbat elə görüm. İnsan niyə Sual tüksüzdür? Doktor, Mənim canlımın mövzusudur. Bax gəlmisən, xoş gəlmisən. İnsan Mənim nə? canlımın mövzusudur. Eşidirsən məni? Hə, buyur. Canlımın mövzusu insan niyə tüksüzdür? İzah elə onu. Təkamülü bilən oğlan. Düzdür. Bəli, meymun kimi tüklü deyilik biz. Bizim tüklərimiz tökülüb. Nə o tüklər? Yəni həqiqətən bunun cavabını bilmirsən axı. Mən bilirəm cavabını. Mənim cavabım buyur. odur ki, o əcdad deyirsiniz, bu cəfəngiyatdır. Tüklü əcdad var ya, bu cəfəngiyatdır bu. Nağıl. Ha, bildim, Göstərdiyin bildim. nağıl. İndi sən Mən mənə göstərdim başa sal nağıl. görüm. Tük insanda meymundan fərqli olaraq niyə yoxdur? Həqiqətən bunu ciddi sual versən, yoxsa mırtdaşıb sual versən? Ha, %100 ciddiyəm. Sənin bu nəzəriyyən dizini atır yerə bax. Sənin bu nəzəriyyən dizini görə? atır yerə. İminli bir dənə tükə görə dizini atır yerə. İsbat elə görüm, niyə insanın tükü yoxdur? Yaxşı, axı, qurban olum. Bax, başladım. Həqiqətən bu sual o qədər cahil bir Əzim, sual. qurbanlıq İslama aid atributdur. Bunun da sənə Bunda aidiyyəti yəni yoxdur. sən atributu Yəni mənə deyil. qurban ola bilməzsən, ehtiyac da yoxdur. Mənim dinimdə Yəni, qurban, sən demədim. mənim dinimdə Qurban qurban olmaq- qoyundan olur, əzizim. Sən də qoyun deyilsən. Yəni yox, məcaz O anlamında. tema sənlik deyil də, Allah köməyin olsun. Yəni Allah pis sənə söz hidayət deyil. versin. İsbat Pis elə söz. görün qardaş. Təkamülü Əzim, bax, qurban sənə deyil. təkamüllə, sualımı təkrarlayıram da, təkamüllə insanın tüksüz olduğunu isbatla. Geyimə görə. Nətər yəni geyinmə görə? Geyimə görə, bəli, geyimə görə tük azalıb. Tamam, Suya tamam. görə. Okey. Yəni insan geyindi, tük başladı azalmağa. İnsan yox, canlı. Yox, hə, primat. Bəli, hə.
Primat başladı paltar giyməyə, tük Bir başladı dənə çətir azalmağa. deyirəm ki, təhqir eləməsin. Bir dənə xahiş et ki, Kim təhqir edir? Mən səni təhqir edirəm. Bax, yox, heç çətin təhqir eləyir də, adam olsunlar da, öz Allahına hörmət elə. Bayaq bir dənə Təhqir ateist etməsin. mənə söydü. Mən nə qərimindir? Ona deyən ki, şərəfin olsun, söymə deyə. Şərəfin olsun, söymə. Ay Ona insan, şeydə şərəfin müsəlmanlar olsun. deyir- Aslan abi Müsəlmanlar qonağımızdır, deyir ki, söymə. şərəfiniz olsun, Boş ver, söyləyin. nəysə, keçək şey. Deməli sən deyirsən ki, meymuna bənzər primat paltar başladı geyinməyə, başladı tükü tökülməyə. Elə? Bəli. Yəni sən o dediyin sözə özün Səbəblərdən inandın, biri. İqlimi dəyişikliklərdə biridir. özün dediyin sözlərə inanırsan. İqlimi dəyişikliklər də var. İnsanın tükü o həmən insan demək, primatın Soyuq- tükü varsa, qardaş. Soyuq iqlimdə, Primatın- soyuq bax, Çox əxi, bir sual verirəm. Sən müəllim, mən şagird. Sən müəllim, mənə öyrədirsən. Mən bir savada. Sən çox kitab oxumusan. axı. gözlə bir dəqiqə gözlə. Bax, yazıb ki, bax, Neyman Mustafa. Ay qardaş, mövzudan qaçma. Yəni mənim lazım deyil çağır. Qaçmıram. Gözlə onu mən polisə verəcəm. Mənim vaxtım var çatla oynamağa. Çıxıb evə getməliyəm. İşçi gözləyir orada. Suala Bilgisayar cavab ver. evindəkidir. Buyur, hə. Hə, tamam, sağ ol. Deyirəm ki, bu canlının əynində tük ola. Niyə paltar geyinməlidir ki? Məsələn sən əxi məndən. Yox, tam ciddiyim qardaş. Əxi, deyirəm ki, soyuq iqlimdə olan insanların tükü nəyə görə azdır? Soyuq iqlimdə olan insanların tükü nəyə görə Nəyə alır? görə? Hə. Bilmirəm. Bilmirəm. Aysel, onlar o qədər qalın geyindikləri üçün sürtünmə hadisəsində. Yox. Düz gəlmir axı. Sən Buyur, cavab. birincini Nə ikinci dedim? ilə əvəzləyirsən. Mən nə Birinci dedim? insan, Mən nə dedim? birinci insan Mən- tükü tökülür. mən- Ondan mən nə sonra paltar geyinir. Xeyr, elə söz demədim mən. Yox, sənin deməyindən elə çıxır. Birinci insanın qardaş, tükü tökülür. deyirəm ki- Sən deməyin bilsən nədir? Sənin deməyin odur ki, insan paltar geyinib başlayıb tükü tökülməyə. Onun tükü var isə niyə geyinirdi paltar? Qardaş, tüklü insan görmüsən sən heç? Tüklü insan olmur. Qafqazda nə tüklüdür? O tüklüdən söhbət gedir. Mənim də ayağım tüklüdür, sənin də ayağın. Nə olsun ki? Ay qardaş, qurban sənə. Yaxşı, Tüklü deyəndə əzizim qoy dəqiqləşdirim. Tüklü deyəndə mən meymunu nəzərdə tuturam. Meymun kimi tükdən söhbət gedir. Xəzdəri. Deyirəm də zamanla iqlim dəyişikliyinə görə İqlim dəyişsin də ha. iqlim dəyişir, amma misal üçün deyirəm, ən soyuq iqlimdə. Ay qardaş, iqlim dəyişdi. Yoxsa soyuğu bir dəqiqə saxla qardaşım. İqlim dəyişdi, buz dövrü gəldi. Cavab istəyirsən cavab verirəm də sənə. Sual bildim də qardaş, deyirsən iqlim dəyişdi. Mən dəqiqləşdirirəm də buz dövrü gəldi. Hava başladı soyumağa. Gəldi buz dövrü. Buz dövrü nə vaxt gəlir? Bilmirsən nə vaxt gəlir? Sən dedin, yox mən bilmirəm. Nə vaxt gəldi de görüm. Daş dövründə, nə bilim mezolit nə vaxtı doktor? Nə dəxli var nə vaxtı? Neçə min milyon, milyon. Sən bax, əxi, başqa. Qardaş, buz dövrü olub. Buz dövrü olub tarixdə. Olub hə. Bu nə söz fırladısan nə qardaş? Nə hara fırladı? Buz dövründə neandertallar olur. Homo sapiens. Bilmirəm. İnsan olub da orada. Yox, olmayıb. Buz dövründə insan olmuyor. Yox, olmayıb. Kim deyir onu sənə? Daş alətləri var gəlib buz dövründə daş alətləri gəlib. Bu gətir görüm hansı insan olub orada. Hər hansı insan Homo sapiens. Gətir də. Homo sapiens olur. Olmayıb. Ay qardaş, birincisi Ay kişi, olub, ikincisi olmayıb da lap sən saç birinci- olmayıb. Mövzuya nə adiyyəti var? Hər kim olub orada. Ay kişi olmayıb da insan olmayıb. Ay qardaş, tük niyə töküldü? Nəysə, görüm çox fırada. Tük niyə töküldü? Tükə keç tükə. Fırladan sənsə nə axı mən deyiləm, başımı Ay deyirəm. qardaş, sual vermişəm, sən deyirsən ki, nə vaxt olub buz dövrü? Deyirəm Kim ki, olub orada? Adı nə olub? deyirəm Qardaş, ki- tükün tökülməyindən danış. Tük niyə tökülür? Deyirəm də niyə və izah Ey. edirəm də sənə. Soyuq iqlimdə yaşayan insanlar qalın Ha. geyindikləri üçün onların bədənlərində sürtünmə. Ay qardaş, bir dəqiqə deyəm. Bir dəqiqə deyəm. Sual Cavab var. vereyim. Bir dəqiqə deyən də deyirsən ki, mən aydınlaşdırmaq istəyirəm. Demirsən, soyuq iqlimdə yaşayanlar paltar geyindiyi üçün başladı tük tökülməyə. Düzdür? Yəni Sual verirəm də qardaş, aydın deyil axı məsələ. yəni elə bizən soyuq planetin hər Bayaqki o təkamül müəllim də deyirdi ki, soyuqda tüklənəcək insan. Hə, düz gəlmədi nəsə. Qulaq as. Əgər hava soyuqsa, fikri düz gəlmədi. əgər hava soyuqsa, ay aslan, bu da tüklüdürsə, nə qədər soyuqdur indi? nə? Nə qədər soyuqdur indi? İndidən söhbət getmir. Sən verdiyin şeydir, verdiyin cavaba sual verirəm mən. Bəlkə qoy cavab Dediyin verim. cümləni mən sorğuluyuram əzizim. İndi taban temperaturu nə qədər? Əxi, sən anlamırsan ki, qurban olum sənə. Ha. Başla bunu. Aha. Ay mənim gözəl vətəndaşım, ay mənim gözəl qardaşım mənim. Başqa dönümsən. Sən bunu anlamırsan ki, elə bilirsən Nəyi? ki, hər növ, bax doktor Vüsal bunu anlamır. Yəni bu savad anlamında demirəm ha. Hər növ hər iqlimə görə dəyişkənlik göstərir. Məsəl üçün deyirəm.
bir insan niyə şeydir, çəkik gözlər də türklər qıy gözdür. Niyə qıy gözdür? Külək onun gözlərinə tozu salırmış, o da gözləri qıyıldı. Əsaslardan biri Bunu izah edən Gəl aslan küçəyə qardaş, küçə gəl. epigenetikadır bunu izah edən. Türkə gəldir. Müsahib müəllim, bir dənə darıxma quzu kəsim sənə. Genetikadan xəbərin yoxdur, gəlib burada nağıl danışsın. Eybi yox, ay Vüsal, eybi yox. Mənim də yoxdur genetika gəlir, xəbərim. bəli, düz deyirsən. Qardaş təkamül mütəxəssisidir, ay Vüsal. Qardaş deyir ki, mən təkamülü qəşəng bilirəm. İndi qoy başa salsın. Mən dedim. Bayaq dedin, nə dedin, mən təkamülü bilirəm. O təkamülü deyə o göstərdiyi nağıllar kitabından oxuyub da. Bəli, düz deyirsiniz, bəli. Palçı Davam elə, davam elə. Nağılı oradan oxumuşam. Ay Vüsal, yayınma da qardaşım. Bax, gah çata yayınırsan, gah Vüsala yayınırsan. Mənlə söhbətə xahiş edirəm, mən bir savad adamam. Səni görəndə sevinirəm ki, mən təkamülü soruşmağa adam tapmışam. Bayaqdan burada canlıdayam. Bir dənə normal ateist çıxıb burada mənə bu türk məsələsini başa sala bilmir. Qardaş, gəlmirsən? Özün də təkamülü yaxşı bilən oğlansan. Bu örgətdə qardaşım, biz bir savadları, doktor var burada, nə bilim professorlar var. Örgət biz bir savadları bilək ki, türk insanda niyə töküldü? Meymundan fərqli olaraq. Bax deyəcəm sənə. Bax De. deyəcəm sənə. Bax doktor. Yəni kitabxananı göstərir, Allah kömək olsun. Kitabxananı göstərmirəm. Bax izah edirəm sənə. Bax başa salmıram, izah edirəm. Bax əziz qardaşım mənim. Bax populyasiya dediyim sən nədir? Bax bu bir torpaq. Bir dəqiqədən gözlə. Çox uzun dərə gedir sənə qardaş. Sadə bir şeyini başa sala bilmirsən. Məcburam. Sadə nədir? Milyon ili sənə mən sadə dildə başa salıram. Gözlə. Nə olar ki? Yox, mümkün məsələdir. Bax əxi. Bax bu bir torpaqdır, yumru götürdü. Gözlə. Ayda. Yox, ayda eləmə də, qurban sənə bax. Gözlə bax bu bir Ay qardaş, torpağın mənə nə aidiyyəti var? Qardaşım, sənə bunu kəsim. Sən mənə bir dənə başa sal ki, insanın başa salıram da. Ortaq bax qulaq as əzizim. Bu sadə bir şeydir əzizim. Ya onun cavabını verirsən, ya da bunun cavabını bilmirsən qardaş. Başa salır. Bilirəm də cavab verirəm də. Qardaş, qulaq as da. Bax sənə ola bilsən ki, sualı başa düşməmisən. Ola bilsən başa düşmək istəmirsən. Qardaş, buna populyasiya deyirlər. Bax qardaşım, primat bizim ortaq əcdadımız təkamülə görə üzr istəyirəm. Bir dənə səbirli ol. Sualımı təkrarlayım. Burada məndən başqa bir savadlar çoxdur. Sən bilirsən. Sən bilirsən. Ha. Sən bilirsən də gözdə. Təkamül primatdan gəlməyib. Gözdə də bir dəqiqə gözdə. Sən də qısa elə. Xahiş edirəm qısa elə. De. Mümkün məsələ deyil qısa elə. 3 dəqiqə vaxt ver, mən izah edim. 3 dəqiqə. Qısa 3 dəqiqə. Arkadaş, 3 dəqiqə mənim vaxtım yoxdur. Bir dənə mənə qulaq as. Bax, insanla meymunun təkamülə görə ortaq əcdadı var. Meymuna bənzər primat. Düzdür? Deyil, yalan bilirsən, yox. Nə yalan bilirəm? Qardaş, sənin elmin deyir, onu nağıl kitabında sənin elə yazılır. Təkamül insanlıqdan başlamayıb da sən bilirsən. Təkamül, qardaş, o birinci hüceyrədən başlayıb. O bir dənə hüceyrəli canlı var. Ondan başlayıb təkamül. Bunu mən bilirəm. Baba, bu kitaba bax. Nə kitabıdır o? Təkamülə giriş. Bir dənə bunu oxu da. Bax, qısa bir Arkadaş, gəlmirsən də mən o kitabların toplumu sənsən mənim. Gəlmirsən. Təkamülün nümayəndəsisən. Başa salda. Bax, gör nə sadə bir şeydir, əzizim. Sadə bir şeydir. Girinc olmusan. Sadə bir şeydir. Sən girinc olmusan. İmkan ver danışım. Bir cümlə deyirəm də sənə. Bir dənə qulaq as. Ortaq əcdad. Sizin təkamül nəzəriyyəsini bizə təqdim ortaq əcdad. Meymunla insanın ortaq əcdadı. Tüklü bir varlıqdır. Qulaq as, əzizim, qulaq as. Başqaları da qoy eşitsin. Tüklü bir varlıqdır və 4 ayaq gəzirdi o. 4 ayaq, tüklü varlıq. Ondan təkamül edib əmələ gələn sizə görə insan, homo sapiens. Zaman keçdiksə, qoy sözümü tamamlayayım. Mən sənin kimi uzun dərə getməyəcəm. 3 dəqiqə mənə lazım deyil. Ondan təkamül edib əmələ gələn homo sapiens və ondan sonraki nəsillər başladılar tüksüzləşməyə. Mən sənə deyirəm ki, tük, o meymunda olan xəz deyək də, qıllar deyək, tüklər deyək, o örtük, ona lazımdır. Soyuqdan qoruyur, istidən qoruyur və s. başqa qoruyucu funksiyaları da var. Bu onun üçün tüklər, indiki meymunlar üçün də həmçinin bir avantajdır, bir üstünlüydür. Nəyə görə biz insanlarda o yox oldu? Əslində məntiqlə, təkamülə görə o tüklər qalmalıydı. Və biz indiyənə kimi tüklü olaraq gəzməliydik. Hətta 4 ayaqlı gəzməliydik. Çünki bu daha rahatdır və daha effektivdir. Canlının sağ qalması üçün. Buyur, indi izah elə. Nəyə görə biz qalxdıq ayağa? Heç onu izah eləmə. Nəyə görə biz tüksüzləşdik? Bitdi. Yəni 3 dəqiqədən çox danışdın, xəbərin var?
Sualımı verdim də qardaş. Konkret mən sənə sualımı çatdırdım. Qısa və Bax, konkret. Tamam, əxi. Hər Bax, tərəfli. izah edirəm sənə. Bax. Buyur. Təsəvvür et. Bu bir dünya kürəsidir. Bunlar bitişik idi. Paleontologiya dövründə. Bunlar bitişik idi. Bunlar zamanla bunlar ayrıldığı üçün məsəl üçün bax belə 3 dənə şeydir. Burada da sıçan var. Sıçan. Bunlar hərəsi bax bir torpaq, hərəsi bir tərəfə ayrıldığı üçün eyni növ burada fərqli təkamül edir. Burada fərqli. Buna deyilir populyasiya. Qardaş, sıçanla danışma, sən elə insanla, meymunla danış. Dayan da Sıçan bir niyə dayan. soxdun? La havlə və la qüvvət. Bir dayan da qardaş. Qardaş, insanla danış da, sıçan niyə danışsan mənə? Gözdə də yaxşı insan. İnsan, bəli. Meymun. Dəyişdim hamısını. Bu da meymun oldu. Aha, Bax, bunların hamısı fərqli bir iqlimlərdə, fərqli bir şəraitdə, aha, fərqli bir populyasiyada inkişaf etdiyi üçün aha. buradakı canlı, məsəl Bura kimi yaxşı gəlmişsən, tamam. Bax, buradakı bu iqlimdəki, məsəl soyuq bir iqlimdəki bir insan o qədər yüz minlər il ərzində o qədər qalın geyinir ki, bədəndəki olan sürtünmə əsasında. Bir dəqiqə deyəm qardaşım. Bir dəqiqə deyəm, sual əmələ gəldi. Yox, sual vermə də gözlə. Aslan sual əmələ gəldi, Görmək qardaş. istəyirsən axı. Bax əzizim qardaş. Bax elə bir ki Hörmətsiz fundamenti deyirsən, gözlə bitir. Ay Aslan söz deyirəm də bir dənə qulaq as. O konspektin şparqalkan yanındadır da, qaçmır ki. Kağız əlində, qələm əlində, nə qədər istəsən çəkərsən. Sən fundamentə əyri qoydun, üstünü hara tikə-tikə gedirsən. Orada Nəyə aydın qoydun olmayan bir məqam var. Nə? Məqam odur ki, qardaş, sən deyirsən ki, tüklü başladı paltar giyinməyə. Düzdür? Yəni Tüklü niyə paltar giyinir, əziz qardaş? deyirəm də gözlə. Deyir görüm qardaş, onu soruşuram da qardaş, niyə Deyirəm də səbirləşirsən ki? qardaş, bunun Tüklü niyə mühiti paltar giyinməlidir? Deyirsən tüklü milyon illər paltar giyindir. Xeyirdir tüklü. Meymun niyə paltar giyinmir onda? Şimpanze görmüsən paltar giyinən? Yaxşı, mənə Antarktidada bir dənə meymun göstər də. Antarktida niyə göstərir qardaşım? Yaponiyada Fujiyama dağının ətəyində meymun növü var, yaşayır. Tüklüdür. Yox, Antarktidada mənə bir dənə. Qardaş, meymun Yaponiyada Fujiyama dağında soyuq Qardaş. şəraitdə tüklü meymun növü var. göstər. Qardaş, Antarktidada meymun var. Qardaş, Antarktida meymunu mən bilmirəm. Bilmirsən, onu Soyuq gözlə, yerdə, gözlə. Fujiyamada, Yaponiyada dağdır. Qardaş, onlar seleksiya ilə gəlmiş. Seleksiya deyil ki, nə seleksiya? Təbiətdə yaşayan heyvandır. Buyur gətir əsasını ki, təbiətdə gətirilən heyvandır. Buyur əsasını. Qardaş, deyirəm ki, Yaponiya, Fujiyama dağının ətəyində tüklü yaşayan meymun var. Qışın oğlan çağında Onlar, əxi, başqa dönüm. Onlar sonradan köçürülmüş bir canlılardır. kim köçürüb? Hara kim köçürüb onları? Abi sənin mənim kimi insan oğlu. Kim köçürülür? Ay qardaş, köçürülmə deyil, deyirəm Yaponiyada doğal təbiətdə, Gözlə. təbiətin qoynunda yaşayan meymunlardır. Tamam, gözlə. Onların soyuq bir təbiətə qarşı Yaponiyada soyuq təbiətdə harda yaşayıb onu görməmişəm, eşitməmişəm. Bax, Vur bu dəqiqə çıxacaq. Yaz Fujiyamada yaşayan onlar o meymunlar. Özdəki sudan qorxmurlar. Populyasiya nədir? Doktor Vüsal, populyasiya nədir? Qardaş, populyasiya çıxmaya qardaşım. Populyasiya getmə misal da zannedir. Çıxmalıyam mən sənə. Qulaq as qardaş. Populyasiya bir qrupdur. Bir qrup heyvan. Nədir? Bir qrup heyvan, bir dəstə heyvan. Doktor, bir dəqiqə bax, əxi. Ay qardaş, populyasiyanın bura aidiyyəti yoxdur. Sən populyasiyasız bunu başa sala bilərsən. Gah deyirsən insan neçə milyon il bundan əvvəl kim idi, hansı insan idi? İndi sən populyasiya nədir? Sən bayaq söz dedin, nə qardaş? Dedin ki, soyuqda o başladı paltar giyinməyə. Mən də sənə sual verim ki, saxla. Tüklü canlı, xəz dərinin içində olan canlı niyə paltar giyinməlidir? Əxi, gözlə bir dəqiqə. Bax, bura ayaqdan gözünə başa sala bilməm səni. Gözlə, bax, bura Amerika qitəsidir. Ayda, getdi Amerika. Qardaş, bilmirsən cavabı, nə bilmirəm də. Nə çürüdür? Bilirəm, çox gözəl bilirəm. Bura Avrasiya. Bilirsən deyiləm də qardaş, iki kəlmə ilə deyiləm. Nə bilin olsun da, gözlə. Bax, əxi, bura Amerika qitəsidir. Bura Avrasiya, bura da Afrika qitəsidir. Bunlar belə yaranıb bu dünya. Yox. Necə yaranıb? Denəm. Bitişik olublar. Yox, dəqiqdir. Bitişik olublar da. Biz kitablarda elə görmüşük.
Əhsən. Bax, oldu ölənlərin rəhmətli qadan alım sənin başına dönüm. İndi bunlar bitişik olanda, bunlar ayrılıb bu vəziyyətə gələndə, Aha. bu iqlimdə yaşayan sənlə, bu iqlimdə yaşayan mənlə, bu iqlimdə yaşayan X-lə aramızda fərq olur yoxsa olmur? Yəqin ki olmalıdır. Amma mən mövzu nə adiyyəti var bunun? Əhsən. Nə? Mövzu nə adiyyəti var? Elə bu bir populyasiyadır. Bax, burada soyuq iqlimdə yaşayan, bu soyuq iqlimdə yaşayan, Bəli. tüysüz olduğu kimi, məsələn, bu iqlimdə yaşayan ayı ağ rəngdə Mən sual olduğu onu verməmişəm axı sənə. deyirəm də, bu iqlimdə Mən yaşayan sual verdim ki, sən əzizim. Mən sənə sual verdim ki, Siz danışıb deyirəm gedirdim. də, Dedin ki, 1000 illər, milyon illər ərzində tüklü o İnsan- varlıq deyirəm, Varlıq. insan, Homo sapiens var ha. Homo sapiens bu iqlimdə o qədər qalın geyinib ki, sürtünmə nəticəsində. Bəs sual verirəm axı sənə, gözəl insan. Sən də aradan çıxırsan. Bilməm niyə aradan çıxırsan. Adətən cavabı bilməyəndə aradan çıxırlar. Mən aradan çıxmadım. Yəni Mən buyurun, sənə sual verirəm ki, sən başqa şeydən danışsan. buyur sual Bu ver. arada onu deyim ki sənə. Sən məsəl üçün bu sualın cavabını vermək məcburiyyətində deyilsən. Çünki bu sualın cavabını Qardaş, sənin məcburiyyətim var. alimlərin də verməyiblər. Var. Bu sualı Var. ümumiyyətlə Bu kitabda var. bu sualı bu sənin kitabda var. alimlərin cavabını tapa bilməyiblər. Bax, bu kitabda. Tam var. oxumamısan əzizim. Sən darvinizmi, təkamülü tam bilmirsən. Mən Sən bir dənə bu qardaş, sən yaxşı olar ki, maraqlanasan, Axı. darvinizmin Axı. belə bir dənə yaz girən gör, darvinizm dizini atdığı Allah. məqamlar. Gör bir şey çıxacaq. Deyə Darwinizmdir, Darwinin kitabı. Mən Oxu da, yaxşı oxu onu qardaşım. Yaxşı gör orada cavabı olmayan şeylərdən nə var? Cavabı olmayan şeylər gör nədir? Hansı ki biri onlardan budur ki, tük məsələsi. İndi suala gəl əzizim, qırağa getməklə, kitabxanaya keçməyənə də. Səsin getdi, qardaş, səsin getdi. Darwinizmin ateizmlə nə dəxlisi var? Darwinizm belə dəxlisi yoxdur əslində. Birbaşa yoxdur. Heç bir əlaqəsi yox. Yox, belə başqa bu yerdə kitabda. dolayısından əlaqəsi var. Yəni birbaşa əlaqəsi yoxdur. Mürtəzə mütəhərrir deyir ki, Darwinizmin ümumiyyətcə ateizmlə heç bir əlaqəsi yoxdur. Qardaş, nəysə qayıt, bu əlaqə söhbətinə keçməmişəm mən. Qayıt Baba, geri. baba, baba, Qayıt baba. mövzuya. Mövzuya qayıt. Qaddan alaram sənin. Gəl mövzuya. Gözdə, baba. Dedin ki, sənə Bax, ay qardaş, gəl təkamül- mövzuya da. təkamül Kitabxanalı nəzəriyyəsi sən ki, bütün Azərbaycan tanıyır. O ki, sən bütün hamıya Qurban göstərmisən. olum, Bilməyən adam başına yox. dönüm. Ay əxi, bax bu kitab da Ayda. İslam alimi kitabıdır. Ayda. Bu kitabda deyir ki, Darwinizmin İslamla heç bir ziddiyyəti yoxdur. Bildim də qardaşım, onu deyən birbaşa İslamdan çıxır. Mənə görə. Qardaş, bu adam nədənsə şəhiddir, bu şəhid. Hər kimdir mürtəzə qardaşım? mütəhərrirdir. Darwinizm İslama zidd Heç bir ziddiyyəti yoxdur. Heç bir O ziddiyyəti. müsəlman deyil o. O adam müsəlman deyil. Heç bir ziddiyyəti yoxdur. Ha nəysə qardaşım, gəl tüklü meymunlara, qayıt tüklü meymunlara. Bildim də Sən mənə bir dənə de görüm izah qardaş. elədim axı sənə. Nə izah? De görüm tüklü meymun niyə paltar geyinməlidir? Cəfəngət Qardaş, danışırsan tüklü bunu. meymun geyinməyib və idraçlı canlı bunu geyinir. Hə, fərqi yoxdur. Tük idraki var, yox. Mən Tükü sənə ayə olan bir, demişəm bir dənə ki, qurban tükü olum. olan bir canlı. Mən sənə bir dənə ki, ayə demişəm axı. Nə? Bir dənə ki, sənə ayə demişəm mən. Nə ayə? İndi dedim ki, ayə mənə dəxlisi yoxdur. Mən sənə bir dənə ki, ayə demişəm. Bağışda üzülürsə, emosional. Yox, qurban sənə üzürlü düşmənin olsun. Yox, Tamam, narahat olma. tamam. Olan şey deyil, yox, problem deyil. Qulaq as. Axı, izah etdim sənə. Tüklü canlı. Çünki bir sözü mənə 8 dəfə təkrar elətdiniz. Tüklü canlı İzah niyə edirəm paltar ki. geyinməlidir? Deyirəm də İzah et. izah edirəm də. Buna deyirlər populyasiya. Buna deyirlər bax. Ay qardaş, sual populyasiya deyil əzizim. Sual odur ki, tüklü canlı niyə paltar geyinməlidir? Onun paltara Deyirəm ehtiyacı də, yoxdur axı. Bax, əxi, elə bilirsən ki, bax. Bir dənə gözlə elimi kofta geyinim. Gözlə bir dənə. Sənin koftaya ehtiyacın var. Çünki sənin tükün yoxdur. Sənin Mənim tükün nə? olsaydı, Mənim tüküm yoxdur. Mənim tüküm kifayət qədərdir. sənin tükün çox cılızdır da. Yəni meymunun, yəni qarillaya baxanda sənin tükün elə yox səviyyəsindədir. Yox, elə qarilla qədərdir. Narahat olma. Hə. Yəni sənin tükün az olduğuna görə, zəif olduğuna görə sənin köynəyə ehtiyacın var. Ancaq o tüklü heyvanların, tüklü meymunların sənin iddia etdiyin qədər milyon illər paltar geyinib də sürtüşüb də o tüklərin tökülməsi, yəni cəfəngətdir. Onun zaten Gözlə. paltar geyinməyə ehtiyacı yox idi. Onun tükü var. Allah Taala onu tükülü yaratdı. Əxi.
Gözlə bir dəqiqə başqa dönüm. Bu izləyicilərdən üzr istəyirəm. Gecə vaxtı biraz bit figuran pis olsa da. Ay sana. Bax əxi. Sən bax bir dənə problem var ki, bax başıma dönüm sənə. Sən zənn edirsən ki, bir təkamül prosesində bir canlı Qardaş, sənə konkret sual verdim. Bax o Cavab sözü verin. mənə də başda soxub gedirdin. Fundamentə Cavab verin. əyri qoyub da gedirdin. Mən sənə saxladığım sualını verdim. Zəhmət çək, dediyin sözün açıqlamasını ver. verirəm də bax əxi. Sən zənn edirsən ki, təkamül prosesində bir insan səhər durub bilir. Durum gedim əynimə paltar geyinim. Elə bir proses yoxdur. Hə də qardaşım, bəli, bəli. Tükülü canlının paltar geyinməyi məntiqsiz bir cəfəngiyatdır. Deyirəm ki, əxi, paltar geyinmək dediyim bir proses başa dönüm. Bir gündə əmələ gələn bir düşüncə fəaliyyəti deyil. Heç bir saniyədə də o əmələ gəlməli deyildi, qardaş. Tükü Hadi olan, qardaş, tükü bu olan desin varlıq əzim, paltar geyinməli deyil. Prinsip Geyinməli. etibarilə. Hansı prinsipi etibarilə? Məntiq prinsipinə görə. Məntiqin hansı qanunu? Elə özünə görə. Yox, bildiyimdə məntiq Hayır, qanunu. söz oyunu oynamayın məndə. Mənlə keçmir elə şey. 4 dənə qanunu Qardaş, var. o söhbətləri qohumun Məntiqin müntəzirlə 4 eləyəcəm. qanunu var, əxi. Əzizim, heç bir qanunu mənə maraqlı deyil. O müntezirin temasıdır, onun canlısında fırladarsan. Burada Yox, keçmir. müntəzir Mənə- nədir? Mən savadsızam, müntəzir bilmirəm Məntiqin ki. hansı Mən qanunu müntəzir əsasında? mənim müsəlman qardaşımdır. Bildimi, mənim də əzizimdir, mənim Hə. Yəni o Deyirəm məntiq ki, söhbətləri, məntiqin fəlsəfi hansı- söhbətləri oynan elə. Burada keçmir o cansıya. Deyirsən ki, məntiqi qanunla deyil, Meymun, məntiqin hansı- bax əzizim, sənə 8 Meymun 8 deyirsən yaşında ki, əzizim Ama bu 8 yaşında sabahsızdır, uşağın Ayşe abi. Bunun sababi Sekiz- yoktu. Vaktini Sekiz- bitirme bunu. var. Hə, düzülü say doktor. 8 yaşında uşağın cavab verəcəyi bir sual verirəm. Meymun və yaxud da tükü olan bir canlı nəyə görə paltar geyinməlidir? Populyasiyaya Axı onun o paltara Populyasiyaya ehtiyacı görə. yoxdur. Axı onu Allah, Var. mənim Rəbbim zaten paltarlı yaradıb. Var. Yox, paltarda yaratmayıb. Tükülü elə paltardır da, yəni o funksiyanı yerinə yetirir. Afrikadakı tükü var. Nəyin? Afrikada yaşayan qəbilələrinin tükü var. İnsanı deyirsən? Hə. Hadi öyle. Söhbət də ondan gedir. Niyə tükü yoxdur onun? Söhbət Sual elə odur da elə. verin. Sual odur da elə. Populyasiya. Təkamülçü deyilsən. Denən görüm niyə onun tükü yoxdur? yoxdur. İstidir, tüksüz paltar geyinmədiyi üçün, Aha. isti bir iqlimdə qaldıqları üçün Sən bunlar da dedin axı bayaq. Tüklüydü, soyuq oldu, getdi paltar Sən- geyindi. Onu başa saldı ha. vay. Səhv demisən o sözü. Denən səhv demişəm keçək üstündən. Səhv Ay qardaş. demədin. Denən səhv. Onu da başa saldı, səhv deməmişəm, başa saldı. Ya denən ki səhv eləmişəm, Mükəmməl xəta səhv eləmişəm. eləmişəm. Yəni olan şeydir, insan xəta edər, mən səni şey eləmirəm, Ay işgəncə qardaş, vermirəm burada. Bu insan oğlu Populyasiya, hə. bu növ populyasiyaya görə o qədər üşüməyib ki, bunun tükü tökülür. Digər növ isə o qədər qalın geyindiyi üçün sürtünməyə görə tükü tökülür. Burada nə problem var ki? Onda sənə görə, sənin dediyinə görə o primat var idi, tükülü primat. O ölməli idi ümumiyyətcə. Hansı? Paltarı olmayan primat. Bizim ümumi əcdadımız sizə görədir. Bu şəkildə olan. Bu ölməli idi sənin dediyin sözə görə. Bu primat deyil, bu şempanzedir. Yox, şimpanze deyil. Bunu mən yazmışam. Şimpanzedir. Homo erectus. Şimpanzedir. Homo erectus. Biz Homo erectus'u. Yox, bu Homo erectusdur. Bizim qədimi əcdadımız. Əcdadımız. Sənin dediyin sözə görə bu ölməli idi soyuqda. Ölüb donst da. O ölməyib əzizim. O nəsil, sizə görə o nəslini bizə ötürüb. Xeyr. Hə, Bu gün biz Homo erectus'dan davamıq. bəli. Bu gün hansı elmi nəzəriyyədə yazır o? Bildim də yazır. İndi mövzu o deyil. Sonra məni iqraf çıxardarsan. Bugünkü meymunlar niye ölmüyor? Ay qardaş, Bugünkü gələn meymunlar niye mövzuda- ölmüyor? Sən doktor bir Meymunlar niye də Ay qardaş, gözlə bir. Gələn Doktor, mövzuda. qurban Doktor olsun. söz deməsiniz, doktor. Bəli. Buyurun. Birisi, mən sizə bir dənə söz deyim. Mən səhərdən qulaq açıram. Mən hələ həyatımda 40 ildir elmi fəaliyyətlə məşğulum. Mən hələ həyatımda belə ədəbsiz diskursiya mən görməmişəm. İnciməyin. Üzülürsən, doktor, üzülürsən. Sizin Doktor, siz tərəfindən yox. doktorsunuz. Aslan bəy tərəfindən. İnsan genetika barədə heç nə bilmir. Məsəl üçün nə İnsan bilmirəm. elmi təcrübələr haqqında heç bir anlayışı Mən belə doktor yoxdur. deyiləm, mən
Siz Raid Qardaş, Vasili biz o oxumusunuz, sahə doktor. mütəxəssisiyik. Raid Vasili Qardaş, kimdir, sən doktor? kimlə mübahisə Doktor edirsən? Bey, Nəyin Raid mübahisəsi Vasili kimdir? edirsən? Və heç kəsə Doktor də Bey, imkan Raid vermirsən Vasili bir kəlmə kimdir? söz deməyə. Bir nəfərə Doktor imkan Bey, Raid vermirsən. Vasili kimdir? Sənin söhbətin, sənin söhbətin. Raid Vasili Mənim kimdir, bəzi doktor? Yahudi Doktor professorlarla Raid Vasili diskusiyam olmuş. kimdir? Ciqal Doktor Raid Vasili professorlar. kimdir? Bu suallar niyə Doktor təkrar Raid Vasili edirsən? kimdir? Professora, Olmaz deyil belə. professor Olmaz adamdır, belə. ədəbin olsun, bir dənə qulaq as. Vüsal bəy, Raid Vüsal Vasili bəy kimdir? söhbət Sual eləmək verirəm, mən cahil adamam. İmkan Tanımıram vermədim. mən kimdir. Vüsal bəyə. Mənə ehtiyacım da yoxdur. Doktor Raid Vasili kimdir? Ay doktor, Raid Vasili. Bizim söhbətə Raid Vasili nə Raid- edəcək? Aidiyyəti var da genetik De adamdan. görək, de görək Wright nə adlı bir adamı. Mən alim doktor da tanıyıram. soruşuram. Wright adlı bir alim tanıyıram, immunoloq. Gözdə də Vüsal doktor, xahiş edirəm də sizdən. Nə olar ki, xahiş edirəm də sizdən. Siz istəyirsiniz bir dənə özünüz danışasınız, heç Raid kəs Vasili danışmasın. kimdir? Tamam, Mən tamam, başım- doktor, icazə verin mən özüm danışım. Doktor Tamam Raid Vasili əzizim, kimdir? gözəl insan, kitabxana sahibi, elm sahibi, təkamülçü oğlan. Qaydaq bizim o qıllı meymunlara qaydaq da xahiş edirəm. Nəyə görə qıllı meymun getdi kutka giyindi? Əxi. Əxi. Bunu bilə mənə başa sal. Ya denə səhv eləmişəm ayasla. Populyasiyaya görə. Qıllı meymun. Allah səni qorusun. Halal ver. Populyasiyaya görə doktor. Doktor nədir? Samir. Başa saldı. Populyasiya nədir? Niyə nə populyasiya? İzah etdim də populyasiyanı. Mən sənə xəritə göstərdim. Dedim bunlar bitişik idi. Bunlar ayrılıb zamanla. Eyni növ canlı, eyni növ canlı. Birisi qalıb bir kənarda, biri qalıb bir kənarda. Həmin növ başqa cür təkamül edib, tükləri tökülüb, başqa bir növ. Niyəni soruşuram qardaş. Populyasiya, iqlim. Ay Arslan, bir sual verim sənə. Türklər ümumiyyətlə Sual termoregulyasiyada verin, necə sual iştirak edir? Necə? Türklər termoregulyasiyada necə iştirak edir? Toyuqlarda, meymunlarda, heyvanlarda Türklər Bilmirəm. Tamam. bilmirsən nə İqlim danışsan bəs şəraitində. qurban olum sənə. İqlim şərait. Deyirəm də iqlim şəraitinə. Yox, əgər sən onu necə termoregulyasiyada İqlim iştirak şəraiti. edirsən, onu niyə bilmirsənsə, niyə danışırsan, nə danışırsan? Mən cavab verim də Aslan bəyə kömək eləyim. Qışda Yox, tüklər istəmirəm, yox. istiliyi İqlim şəraitinə görə. Ay qardaş, Aslancan, ən yaxşısı biz elə Samir qardaşımıza qulaq asaq, elə sənə ancaq izah eləsə o izah edə biləcək. Tamam. Bizim bu elmi metodlarla sənə izah eləmək mümkün deyil. Çünki sənin baza fundamental yoxdur elmin. Bir dənə mən sizdən sual verdim. Siz bu cavab verə bilmədiniz. Bilsə niyə verə bilmədiniz? Çünki sizin elminiz sizin inancınızı təsdiqləmir. Ona görə cavab vermir. Üzürlü sayın. Yəni peşənizə hörmətim çox böyükdür, şəxsiyyətinizə böyük hörmətim var, savadınıza böyük hörmətim var. Məcbursan mənim inancıma da hörmət eləyəsən. 100%, ondan əmin olun yəni. Mənim ailəmdə də doktor var və bu doktordan, inanclı doktordan, namaz qılan doktordan sual verirəm ki, yəni bir insan palçıqdan yaranıb deyir ki, həmin doktor. Deyir mən iman edirəm. İzahını verirəm. Qulaq as. İzahını verirəm. Aslan Mənim bəy, sözümü qulaq niyə as. kəsdiniz ki? Bir dəqiqə qulaq as. Mənim sözümü niyə kəsdiniz? Samir, bu nə hörmətsizlikdir? İcazə ver, izahını verir. Palçıqdan. İcazə verməyin də bir də mən cümləmi qutarım, sonra icazə verim də. Sizi söhbətinizi tutarmır axı. Qardaş, bir dənə bitirim də. Doktor bir icazə ver sözümü tutar, sonra deyəcək ki, imkan vermir. De Aslan, de. Həmin doktor qohumum, namaz qılan doktor bacım mənim deyir ki, bəli, mən iman edirəm ki, Allah bir Adəm yaradıb, Həvva yaradıb, mən bunu iman edirəm. Amma elmi olaraq qeyri-mümkündür ki, insan Adəm və Həvvadan davam etsin soyunu. Bu inancla imanı və elmi nəzəriyyəli bir-birinə qarışdırmaq olmaz və əlavə edim ki, və təkamülün Allahın yoxluğuna dair hər hansı bir negativ şey yoxdur. Qurana hələm heç bir zidd deyil təkamül. Heç bir ziddiyyəti yoxdur təkamülün Quranla. Tövratla var, amma Quranla heç bir ziddiyyəti yoxdur. Ora girməyək də qardaşım. Birincisi var. Birincisi var. Əgər sən deyirsən, bax əzizim, əgər sən deyirsən ki, insan meymuna bənzər varlıqdan təkamül edib, buna inanırsansa, sən avtomatik dindən, İslamdan çıxırsan. Buyur ayət gətir bununla bağlı mənə. Ayət gətirirəm, qardaş. Allah Subhanahu Adəmi yaradıb, Adəmdən zövcəsi Həvvanı yaradıb. Mənim dinim bunu deyir. Harda deyir bunu? Yox, dinin ümumi konsepsiyasını deyirəm sənə. Harda deyir? Xeyr, elə bir şey yoxdur. Allah Adəmi yaradıb, razıyam səndən. Allah ilk insan Adəm yaradıb. Bəli. Harda deyir? Yox, o dəqiq deyil hələ. O dəqiq deyil. Yox, dəqiqdir doktor. Doktor dəqiqdir də, dəqiqdir. Harda deyir bu söz?
Harda Türk deyirmisiniz dilində o indi kişi? mən bilmirsin, İslam tarixini oxuyur. Bu İslam alimləri də danışırlar sonralar. Tamam Yəni, doktor, oldu. Onda bu əvvəl mövzunu bağlayaq asla. yox, Gərək sivilizasiyalar olub da qardaş. Adəmdən qabağa da ayrı insan növləri olubdur. Yaşayış olub. Tamam, da. tamam, yaxşı. Bizdə Təkamülün- mövzu qardaş, bizdə təkamülün- mövzu Ay üzr qardaş. istəyirəm hamıdan. Ayasın, hamıdan üzr istəyirəm. Bu bizdə mövzu o deyil. Mövzu Bizdə orada mövzu- təkamülün İslam'a nə ziddiyyəti var? Ha, bizdə mövzu tükün tökülməsidir. Ay Sən də qardaş, bildimi tükün tökülməsi də İslam'a ziddiyyəti yoxdur. bildim də Populyasiyanın- qardaş. Hər nə ziddiyyətdir, burada İslam söhbəti ümumiyyətlə getmir. Mən təkamülü sorğuluyuram. Siz necə ki dini Təkamülün sorğuluyursunuz? İslam'a nə ziddiyyəti var? Niyə sorğuluyursan? Qardaş, kefim belə istəyir. Siz Yaxşı İslamı niyə deyirsən. sorğuluyursunuz? Siz İslamı niyə Ay qardaş, sorğuluyursunuz? mən İslamın çox şeyini sorğulayaram. Adı Ümumiyyətlə, düz eləyirsən. təkamülün- Düz, əlaçı. İndi mən sorğuluyuram. Mən də Atizmlə Darwinin əlaqəsi. insanın meymuna bənzər primatdan yaranmasını mən də sorğuluyuram. İxtiyarım çatır da. Yaxşı deyirsən, Bilirsiniz, sorğulamaq. Xristianla danış da. ateizm Demirsiniz, olur. müsəlmanlarda sorğulamaq yoxdur. Ay qardaş, Darwin Ay, Xristian olur. Mən də deyirəm, var qardaş. Mən çıxmışam bura Mən də sorğuluyuram. sənə deyirəm ki, Bacarırsınızsa suallarıma cavab verin. Deyirəm ki, Bacarmırsınızsa qardaş, İbn heç olmasa Cahil- kişi kimi etiraf eləyin ki, mən bilmirəm bunu. qardaş, mən sənə deyirəm ki, təkamülün Bax, İslam görürsən, Allahın aslan heç bir üzrdən. Bax, görürsən sən məndən hərdən Qurandan Öz falan doktorluğunu soruşursan, şəriətdən. Mən deyirəm ki, bilmirəm qardaş. Ay qardaş, mən bilirəm, tük niyə töküldüyünü də bilirəm. İzah edirəm Deyirəm sən də istəmirsən. qardaş, başa sal biz də bilək də. İzah etdimdə populyasiya, iqlimi Olsun da dəyişikliyi. populyasiya. Olsun Populyasiya nə populyasiya. deməkdir? Hər nə deməkdir, izah elə də. Deyirəm də iqlim dəyişikliyinə görə növlərin həmin Ha. iqlim dəyişikliyinə görə zəruri olaraq buna ehtiyac yarandığı üçün bu hadisə baş verir. Nə Bax, problemdir? Əliz, bax, tamam. Başa düşdüm səni. Sənin sözündən bu çıxır ki, meymuna bənzər tüklü olan bir varlıq paltar geyindi. Tüklü ola, paltar geyindi. Sonra tükü töküldü. Ondan sonra paltarı daha da qalınlaşdırdı. Neçə gündə baş verdi? Abi milyard olsunlar, fərq eləmir. Milyard ilə mümkündür bu. Fərqi yoxdur, mümkündür. Mən ümumiyyətlə inanmıram ona. Məntiq yoxdur Qardaş, orada. inanmıram başqa. Nətər yəni məntiq yoxdur? Ay qardaş, tükü olan, xəzi olan, insanda niyə tük üstündə tük olan, üstündə xəz olan, qarın üstündə yata biləcək bir heyvan ki var, qarın üstündə uzanır yatır, onun vecinə deyil. İt kimi. Abi nədir də? O yapar. Ay qardaş, mənim həyətimdə itim var, qar yağanda uzanır, qarın üstündə yatır. Ay qardaş, həyətimdə it qarın üstündə yatır, vecinə deyil. Onu bırax. O niyə paltar giyinməlidir? Sən deyirsən paltar. Qardaş, Niyə paltar giyinməlidir o? Qardaş, itə lazım olsa milyon il ərzində o da paltar geyinəcək. Ay niyə giyinməlidir paltar? Deyirəm də lazım olsa geyinəcək. Ay qardaş, milyon ildir bu növ, bu populyasiya sağdır, yaşayıb ölmüyüb. Deməli onun o dərisi, onun o xəzi, Allah Subhanahu taala ona o formanı verib ki, o yaşaya bilir. Dayandı birdən paltar geyinməyə başlayacaq. Də qurban olum. Elə deyil də bir anda geyinmir də. Ay əxi, niyə bu qədər? Ay qardaş, tamam da bir ayda birdən geyinməyib. Milyard illərdə bu heyvanlar niyə paltar giyməyiblər? Deyirəm də milyard il olduğu üçün paltar geyinir. Bildim də qardaş, bir dənə heyvan göstər ki, mən paltarla gəzəcəm. Sən nə danışırsan? Sibiriya qurdu ilə itin dərisi eynidir. Nə? Sibiriya qurdu ilə digər qurdun dərisi eynidir. O qardaş, sən nə danışırsan? Cəfəngiyat danışırsan, xəbərin var. Sən danışsan, heç cəfəngiyadır? Sən dedin ki, bayaq. Hə. Populyasiya düşdü iqlim dəyişdiyinə görə, iqlim şəraitinə görə başladı paltar giyinməyə. Bir dənə mənə heyvan göstər ki, canlı, insandan başqa paltar giyinir. Deyirəm sənə, məsəl üçün soyuq iqlimdə olan itin tükləri daha sıx olur, amma isti iqlimdə olan tüklərin niyə paltar giyinmirlər bəs? Niyə paltar geyinsin ki, bu belə... Sən dedin də onu, dedin ki, iqlim dəyişdiyinə görə populyasiya paltara keçdi. Sən niyə paltar geyinməlidir fikirləşsən ki? Necə? Sən niyə hər bir canlını, quş paltar geyinməlidir? Sənə görə geyinməlidir. Sənə görə mənə görə deyil. Sən təkamülü bu qədər cahilcə başa düşsən, qardaş, niyə belə edirsən? Qardaş, sən elə başa salsan, elə çıxır. Qardaş, mən növləri... Mənə görə geyinməli deyil, qardaş. Mənə görə o tüklü bir mat... Doktorluğu başa izah eləsin də sən. Doktorluq deyil, qardaş, doktorluq deyil. Doktor sənə deyir, qəbul eləmirsən. Doktor sənə elmlə danışır, mən uşaq kimi danışıram sənə. İzah eləsin. Sən dedin ki, tüklü bir mat... Gözəl izah edir.
Sən Biz sən də bəzi mövzuları biz də siz kimi insanlarla danışmağı ondan öyrənirik Samir müəllimlə. Qoy izah eləsin. Mən izah eləyəməyəcəm çünki sən elmi bilirsən. Bərəkallah doktor. Sizin səmimi olduğunuza mən inanmıram. Həqiqətən Mən məncə inanıram qardaş. Mən məncə siz inanıram. Samir qardaşla deyil, siz də zarafat edirsiniz. Yo, əstəğfurullah. Deyirəm ki, Sənin dilin ya elm dilidir ya da Samir qardaşımızın izah eləmə metodu. Samirdə də doktor üzr istəyirəm. Samirdə də elm dili olmasa da məntiq dilidir. Bəli. Məsələ odur. məntiq bilmirsən axı nədir Samir sən? Məntiq niyə bilmirəm ki, nədir qardaş? Bilmirsən nədir məntiq? Məntiq insan ağlına görə hadisələrin ardıcıllığı. Məsəl üçün, yəni nə ziddiyyət təşkil edir? Məsəl üçün, yetişən armud düşəcək ayının başına. Bu məntiqdir. Aha cana. Hansı qanundur? Məntiqin hansı qanunudur? Məntiqdir də qardaş. Soruşdum məntiq dedim Qanun sənə nədir? məntiq. Hansı Mən qanun? kitabı açmadım, ChatGPT-ni vurmadım, məntiqin tərifini sənə dedim. Denən ki, səhv deyirsən. Bəli, səhv deyirsən. Tamam qardaşım. Səhv sən- deyirsən. Mənim səhvim isbat olsa İslamı qəbul edəcəksən. Armud Marsda yerə düşəcək. Necə? Armud Marsda yerə düşür. Mars? Hə. Mən Marsdan danışmıram ki. Deyirəm, Sənki söz olmuyor armud olur. Sən onun başını bırak qardaşım. Sən gəl Nə şeyə. başımda? Kutka giyinən meymuna gəl. Kutka giyinən, dublonka giyinən meymuna gəl. Qacayla meymun yoxdur. Özün dedin ki, iqlim dəyişdi, populyasiya belə gəldi, biz başladılar paltar. Sən meymunsan. Yox, məndən söhbət getmir. Mən adam evladıyam. Mən adam evladı. Səndən fərqli olaraq bax, qardaş, mən bunu qəbul eləmirəm. Mən Adəmi qəbul eləmişəm. Bilirəm, mən də qabırğanı qəbul etmirəm. Mən mamam qabırğa olmayacaq. Yaxşı eləyirsən, əcəb eləyirsən. Buyur, hə. Gəl o paltara gəl. Qərdimdə izah elədim də. 100 min illər ərzində populyasiyaya görə bir insan bir canlı iqlim dəyişikliklərinə görə və onun zehni inkişafına görə onlar hər öz mühitinə görə inkişaf edir və bu inkişaf nəticəsində biz canlılar kutka geymişik, digər canlılar başqa cür növ təkamül edir. Burada nə problem? Sualımı bir də təkrar edirəm. Qardaş, tükü olan canlı nəyə görə paltar axtarmalıdır? Bir gündə axtarmır bunu. Yox, ümumiyyətcə niyə axtarmalıdır? Ümumiyyətcə. Deyirəm də, zamanla onu parçalayır, ateşi tapır, ateşdən özünə geyinir. Texnologiya soruşmur və səndən. Deyirəm də, deyirəm. Uşaq başalıq. Sən burada uşaq başalırsan. Yox, sən anlamırsan. Mən uşağa oxşuyuram səncə. Ay əxi, deyirəm də, qurban sənə. Qardaş, sən demirəm, paltarı necə hazırlayırlar? Deyirəm də, Deyirəm o ki, niyə paltar axtarır? Ümumiyyətcə üşümür o, paltar axtarmalı paltar deyil. deyə bir şey axtarmır. Sən deyirsən ki, başlayır dərini aşılıyır, nə eləyir? Mən dedim paltar axtarıb. Mənə deyirsən. Deyirəm ki, o zamanla özünə həmin dəridən paltar geyindirib, yəni üstünə atıb. Deyirəm, niyə? Deyirəm də, bax, deyirəm ki, kəşfdir bu. İnsan beyninin kəşfidir. Ay Zamanla. qardaş, tüklü meymuna paltar lazım deyil qardaş. Bu cəfəngət sən danışır. Kim deyir bunun lazım? Məntiq deyir onu. Məntiqin hansı qanunu deyir onu? Məntiqin özü deyir, nə qanun? Məntiq qanunları kim yazıb başı? Qardaş, mənim məntiq qanunu maraqlı deyil. Mənim maraqlıdır ki... Sən məntiq bilmədin, mən niyə məntiq danışıram? Ay qardaş, məntiqi mən bilməli borcum yoxdur sənin qabağında. Ziddiyyət nədir, eynilik nədir? Ziddiyyət elə olsa, ziddiyyət nədir? Bax, ziddiyyət sənin danışdığındır. Bax, sən deyirəm məsələn ziddiyyət nədir? Bax, sən deyirsən, tükü olan heyvan başladı paltar düzəltməyə. Bax, bu ziddiyyətdir və paradoksdur. Nəyə əsasən deyirsən bunu? Əqli əsasən deyirəm, əql. Əqlin nəyinə əsasən deyirsən? Məsələn, Əqlin elə belə ortasına əsasən deyirəm. Necə əqlin nəyinə əsasən deyirəm? Əql bilirsən nədir? Əql nədir? Qardaş, əql nədir? Nevrobiyologiya ilə bağlı. Əql nədir qardaş? Azərbaycanca əql nə deməkdir? Başa sal görüm də. Beynin Nəysə qardaşım, nəysə. Gəl elə aslan. Sən hazırlaş gəl. Yaxşı? Sən hazırlaş, qurban sənə. Mən hazıram qardaşım. Meymunu sən necə paltara geyindirə bilərsən? Deyirəm də necə geyindirəm. 850 Yoxsa bir dənə ürək atın da. Mən düz deyirəmsə bir dənə ürək atın. Aslan düz deyirsə qara ürək atın. Qara ürək. Adam dirəşib ki burada tüklü meymun paltar geyindi. Adam dirəşib ki, qardaş, tüklü meymun paltar. Mən də deyirəm ki, qardaş, tüklü meymun paltar geyinməli deyil. Çünki onun tük olduğuna görə paltara ehtiyacı yoxdur.
Axı doktor Sokrat var, onu qoşa bilərsən, xahiş edirəm. Yox, nə edirəm doktor? Sənin kimi təkamülçü gəlib mənim canlıma, şərəf Ateist vermisən də, bizə. ateist, Doktor ateist Sokratı də. nə edirəm mən? Yox, hazırlaşmaq Ateist. istəyirsənsə etiraf al ki, Həkimdir. Həkimdir. Deyir izah edəcək. etiraf et ki, mən dərsi bilmirəm, gedim Mən təkrarlayım qəşəng gəlim. bilirəm. Sən mənim Söz deyilən də anlatdıqlarımı qardaş, de, anlamırsan. de görüm, de. Deyirəm ki, kameranın Tüklü meymun niyə paltar? Tüklü meymuna bənzər, insana bənzər. Tükü olan bir şey niyə paltar geyinməlidir? Çünki bayaq izah etdiyim kimi iqlim dəyişikliklərinə görə növlər daha Aha. çox özlərinin həyatda qalmaları üçün və digər ovlarını ovladıqları üçün və onlardan öz istidən, soyuqdan qorunmaları üçün və bir zaman gələndə, yəni səhər tezləndən durub yox, yəni Aha. bu yüz minlər il ərzində Aha. zamanla özlərini qoruya-qoruya ovladıqları üçün və ovladıqları dəridən özlərinə giysi etdikləri üçün və həmin giysidən özləri sürtünmə qaydası ilə yüz minlər il ərzində tükləri tökündüyü üçün və canlılar özünə soyuqdan qorunmaq üçün özlərinə giysi düzəldiblər. Sən elə gəlmir, biraz cümlən uzun oldu, qaqa. Yox, heç Biraz 30 cümlən sənə uzun oldu. çəkmədi. Tamam, 30 yaxşı. Bir dənə qısa bir dənə sualdan o cümləvi də bir çırpım divara Allah sən eləyib. işləyin. Allah eləyib. Yaxşı, qardaş, yaxşı. Budur Başa cavabı. düş. Bax, cümlə Budur uzun cavabı. oldu, eybi yox. Eybi yox. Cavabım budur, Allah eləyib. Eybi yox, yaxşı. Heyvanlar niyə onda paltar geyinmədi? Başqa heyvanlar. Çünki heyvanlar həmin populyasiyanı başqa cür inkişaf etdirdilər özlərində. Onlar iqlim dəyişikliklərini, özlərinin ovlanmalarını və ovlanmaqdan qorunmalarını fərqli cür etdikləri üçün onlar da iqlimdə zamanla yavaş-yavaş tükləri bir çoğunda belə codlaşma deyim də sənə. Codlaşdığı üçün, məsəl üçün deyirəm, bir misal çəkin. Bax, mənim Samir qardaşımın saqqalı coddur. Məsəl üçün Çinlinin saqqalı çıxmır, Samir qədər çıxmır. Həmin populyasiyada iqlim dəyişiklikləri digər növlərdə olduğu üçün onlar da bu cür təkamül etdirdilər və növləri davam etdiyi üçün onunla da davam etdilər DNT olaraq. Yəni cəfəngiyatla danışdı orada. Nə olsun? Yaxşı, Allah eləyib hər şeyi. Yox, təkamül çökdü, qardaş. Təkamül çökdü, sənin xəbərin var. Əks iddiavı ver, yaxşı. Yox, o qədər tükü olan heyvan paltar giyinməli deyil, bu qədər bəsit. Roman danışdı, nə burada Paltar sən? geyinmir. Sənin bir cümlən, qardaş, bir dənə A4 vərəqini doldurdu. Onun cavabı odur ki, qardaş, tüklü heyvana paltar lazım deyil. Hansı iddia əsasən deyir? Tüklü canlıya paltar lazım deyil. Yəni Hansı sən ha elmi paltar nəzər- giyinirsən, qardaş, şimpanze kimi özünü müdafiə edə bilmərsən. Hansı O elmi nəzəriyyə görə deyirsən bunu? ağla görə deyirəm, o elmi nəzəriyyə Ay lazım qardaş, deyil. ağılla elm olur. Hə, nə olmuş? Elm ağılla olur da. Məsəl üçün, Nəylə hansı olur? elm- məsəl üçün deyirəm, hansı elm, məsəl üçün gəlmişəm, deyirəm ki, oturmuşam laboratoriyada, deyirəm ki, bu səhvdir. Bu hansı elmdə var? Demək gördünüz də qardaş. Mən uzatmaq istəmirəm, boş mənasız Ürək bir şey. stent Yəni. taxılmaq səhvdir yoxsa düzdür? Nə? Ürək stent taxılması düzdür yoxsa səhvdir? Ay stendin aidiyyəti yoxdur. Mən canlı yekunlaşdırıram. elmlə Yəni danışır. söhbətin Ağla görə. mənası yoxdur. Stentdən danışmırıq biz. Qardaş, stent Biz nədir? danışırıq ki, qardaş, biz danışırıq ki. Ürək Təkamülə görə, ümumiyyətlə insan tükünü tökməli deyildi. Kim deyir? O Sizin insan- sığdığınız bu təkamül var, ya, bu bizim əcdadımız. Qardaş, onu Bu, bir dənə tükünü tökməli deyildi. Təkamülün özünə görə. Deyirsən nəyə görə? Bax, təkamülə görə. Çünki o tük, o xəzdəri bizim üçün bir avantaj, biz qorumadır. Biz Bəli, meymundan çönüb insan olsaq da belə, insan olmuşuq ha. O tük bizə yenə də lazım idi. Kim Sembol, deyir onu? Hansı mən elmi deyirəm nəzəriyyə? o, mən deyirəm. Sən ayaxı başva dönüm, şəxsiyyətinə qurban olaram, heç sən başa düşmə. Ay qardaş, Sən qurban get qoyundan meymun- olur. Sən də qoyun deyilsən. Allah köməyin olsun. Özün şeylə. Sən başa düşmədin, yəni qurban olaram Azərbaycan sayağı deyirəm, sən başa düşmə. Başva dönmüsən. Deyir qurbanın Mən deyirəm. qoç olsun. Ay əzizim mənim, bax, axı mən deyirəm sözü, o düzgün söz deyil. Mən də deyirəm ki, Mən deyirəm sözü qardaş, ona görə deyirəm. Ay, Yəni beş dəfə- ağlı olan adam bunu fikirləşir. Bu əqidədədir, bu düşüncədədir ki, tükü olan şey, tükü olan canlı. Onun paltara prinsip etibarilə ehtiyacı yoxdur. Paltara ehtiyacı olan lüt varlığındır. Yəni bizi kimi lüt zəlzələ varlığı. necə olur axı? Nə? Zəlzələ necə olur? Hə, qoy davam edeyim.
bizi kimi Öz tüksüz, əqlin- 3 qatı, öz xəz əqlin- qatı olmayan canlıların paltara ehtiyacı var. Və Əxi. insan Adəmdən yarandığı kimi ilk formamız, görürsən bax ki, mən belə deyirəm. belə olmuşuq. Ona görə biz paltar geymişik ki, bizim heyvandan fərqli olaraq tükümüz, xəzlərimiz olmuyor. Biz üşümüşük. Yaxşı, Afrikadakı İtdir, qarilladır, üşümür. Və Afrikadakı insanlar bizimlə niyə eyni paltar arealda populyasiya deyirsən, bizimlə eyni Afrikada- coğrafiyada, bizimlə eyni yəni insanla eyni coğrafiyada. Afrikadakı qəbilədəki Meymunlar, insanlar ay sağ ol, Afrikadakı qəbilələrdə Niyə olan geyinmirlər? insanlar. Niyə Görsən geyinmirlər? oradakı insanlar tüksüzdür, ancaq gorilla, Kongoda Niyə yaşayan gorilla tüklüdür. deyirəm, niyə geyinmir paltar oradakılar? Kim geyinmir? O Afrikada qəbilədəki insanlar. Mövzu o deyil qardaş, niyə geyinmir? Ehtiyac yoxdur, ona görə geyinmir. Niyə geyinmirlər? Ehtiyac yoxdur onun. O Kongoda Ay, yaşayan orada zəncini, ölənlərin rəhmətlikdə də nə istəyirsən? Özün özə cavab versən. hə, nəyə cavab verdim? Bir dənə de. Belə təkamül özün cavab versən. Nə cavab verdim? De görüm, açıqla. Ay qardaş, Sən orada Kongo özünün sözündə bax, müdaxilə eləmirəm, bir qısa bir cümlənin. Sənin özündə paradoks var. Sən deyirsən ki, tüklü adam soyuğa getdi, paltar getdi, sürtünmədən adam tüklü. demədim mən. Adam demədim. Mən adam demədim. Klimatı deyək. Mən adam demədim, hə. Ha qardaş, söhbəti fırlatma da aslan. Mən Amma adam söhbəti söz fırlat. demədim. Söz oyunu Paradoks oynatmaq oradadır ki, lazım deyil qardaşım. Müntəzir danışığı deyil. Paradoks. Eyni bir varlıq ki, gedib tüklü varlıq, paltar geydi, orada tükü sürtünmədən töküldü. Cənubdakı isə istidəkində tükü niyə töküldü? Sən özü paradoksa sarsan burada. Yəni bir Aslan, dənə doktorsu. Təzdən de get. Get təzdən oxu da o. Kitablarına get təzdən oxu. Təkamülə də Misal bir oxu. fikir ver. Misal doktor, əzizim mənim, mən bayaqlarım göstərdim. Əxi belə dedi ki, bəli, bu torpaqlar bitişik olub. Siz bunu məndən daha yaxşı bilirsiniz ki, bu torpaqların ayırması ilə eyni növ canlıların fərqli bir iqlim şəraitinə görə bunlar fərqli bir təkamül prosesi keçirdirlər. Bu proses o demək deyil ki, biri hamısı eyni şəkildə qalacaq deyə bir proses yoxdur. Bunu siz də yaxşı bilirsiniz. Aslan, üzürlü say. Mən sənə bir dənə tənəffüs verim. Özümə də həmçinin də. Sən kitabları bir dənə təkrar oxu. Mən də işçimi aparım evə. Bu söhbətə qayıdarıq. Əxi, ümumiyyətlə bir dəfə kitab oxudu həyatında, qurban olum sənə. Qardaşım, sənin o göstərdiyin kitabxana var ya, arxandakı. Hı-hı. Mənim oxuduğum kitabxana 3 dəfə ondan böyükdür. Buyur, bir dənə təkamül, 5 dənə təkamüllə bağlı Bu bir. mənə kitab. Bax qardaşım, bu bir. Bu bir. 5 İkincisi dənə də ki, təkamüllə bağlı kitab Əzizim, göstərəcəm. əzizim qardaşım, bu bir. Mən sənə 5 dənə İslamla bağlı kitab göstərərəm. Sən Ay qardaş, göstərə bir dəqiqə bilərsən. ay qardaş, bir dəqiqə dayan da. Bir dəqiqə dayan da. İkincisi qardaşım, burada mövzu kimin çox kitab oxumağından getmir. Üçüncüsü də ki qardaşım, çox kitab oxumaq hələ nəsə göstərici deyil. Başa düşürsən əzizim? Göstərici deyil. O kitablarınızı mənim gözümə soxmayın qardaş. Kitab oxuyub da əzizim. Bax bundan törədiyinizə, insanın bundan törədiyinə inanmısınız. Tamam, Mən də kitab gözləməsən. Qardaş, mən də kitab oxuya müsəlman olmuşum. Bu fərqimiz Yaxşı bundadır. bilirsən, əxi, qurban Bu- sənə. Bir də Bu o ayəti oxu. gözəl notlarla, bu optimist notlarla canlını bağlayaq da mən işçini Tamam, aparmalıyam. tamam. Yaxşı. Əxi, bir dənə də ayət var. İsa peyğəmbər palçığı üflədi quş oldu. Onu bir daha da oxu da, yaxşı qurban sənə. Hansını? Bir ayət var, İsa peyğəmbər üflədi palçığı üflədi quş oldu. Onu bir də oxu, yaxşı. Tamam qardaşım, qulaq as. Oldu, gecən xeyrə qalsın. Sağ ol. Xeyrə qarşı. Nağıl oxuyarsın, öpürəm, sağ ol. Bax, xeyrə qarşı, qulaq as. Bəs siz deyirsiniz, insan torpaqdan yarandı. Abiogenez. Abiogenez deyirsiniz ha. Hansı ki cansız qeyri-üzvi aləmdən bütün canlı aləm yaranıb. Abiogenez. Demək siz bunu deyirsiniz ki, təsadüf nəticəsində alınıb bu. Təsadüf nəticəsində öz-özünə yaranıb. Ancaq biz deyirik ki, Allah Subhanahu taala Adəmi, məsəl üçün Adəmi özü yaratdı, öz iki əli ilə yaratdı və ona can üfürdü. Deyirsən, üfürmək. Və Allah Subhanahu taala o Adəmə can üfürdü, ruhunu üfürdü. Üfürdü. Demirsən, İsa peyğəmbər. Yəni Allah Subhanahu taalanın iştirakı ilə biz yarandıq. Allah Subhanahu taala bizi yaratdı. Siz isə deyirsiniz ki, öz-özünə və təsadüfdən yarandı. İndi get nə qədər kitab oxuyursan oxu. Doktor, son sözünüz varsa buyurun. Valla son sözüm nə deyim? Heç bir sözüm yoxdur. Təşəkkür, minnətdaram. Bu adam özü deyir ki, bu
mitoxondriyadan, enerjidən, DNT-dən nağıl kitabı göstərir. Fikri də sayğı duyuram. Bu cür fikir söyləyir, tamam. Mən sayğı duymuram, mən ona şəfa arzulayıram. Yəni Allah ona şəfa versin, hidayət versin daha doğrusu. Şəfa özü də elə hidayətdir. Yəni adam nəyisə bir əqidədədir, ateizm əqidəsindədir və ona şeydir, məcburdur ki, nəsə şey axtarsın, tapsın. Haqq qazandırsın, dəlil tapsın, məcburdur. Olmayan yerdə də qaşıb çıxartmaq lazımdır və yaxud da qaşıb çıxarda bilməyəndə ki, başlayasan, populyasiya belə gəldi, nə bilim, məntiqin neçə qanunu var və s. Minnətdaram dostlar, bu mövzu davam eləyəcək, bu tük mövzusu, başqa mövzular da var. İnsan niyə 4 ayaqdan 2 ayağa keçdi? İnsan nəyə görə abort məsələsini, abort etməyə haqq qazandırır? Ateizm və abort. Növbəti mövzularımızın şeyidir bu, nədir, anonsu. Təşəkkür doktor, görüşərik. Sağ olun. Sağ olun dostlar, müsəlmanlara salam aleykum.